Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2024-cü il noyabrın 7-si saat 17 radələrində Zabrat qəsəbəsində Qubadlı rayon sakini Yelmar Atakişiyev qızı 1982-ci il təvəllüdlü Camali Atakişiyevanı döyərək ona çoxsaylı bədən xəsarətləri yetirib. Ailə üzvləri hadisədən təxminən 9 saat sonra təcili tibbi yardıma məlumat veriblər. Briqadanın həkimi hadisə yerinə gələrək müayinə edib artıq zərər çəkmişin öldüyünü bildirib. Həmin gecə Atakişiyev 15-ci polis bölməsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. 8 noyabr 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsi Nəsibə Zeynalova küçəsi 52 ünvanında yerləşən yataqxanada baş verir. 11 nömrəli mənzilə daxil olduqda döşəmədə, döşək üzərində mələfə ilə örtülmüş qadın meyidi aşkar edilib. Həmin gecə 15-ci polis bölməsinə gələn 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev törətdiyi əməli etiraf edib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Camali Atakişiyevanın ölümünə sol gicgah sümüyünün sınığı ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub. İstintaqla müəyyən edilib ki, noyabrın 7-si saat 17 radələrində yaşadığı evdə Yelmar Atakişiyev qızı Camali Atakişiyeva ilə mübahisə edib. Əl çantasından ikinci mobil telefon tapdıqdan sonra qızının başqa şəxslərlə görüşüb ailəsinə xəyanət etməsini düşünüb və qəzəblənərək qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Üzərinə hücum edib, bir neçə dəfə yumruqla yerə yıxıldıqdan sonra isə ayağı ilə başına və üzünə zərbələr vurub. Qonaq otağındakı divanda əyləşib, huşsuz halda döşəmədə uzanmış qızına hər hansı köməkliyi göstərməyərək ona baxıb. Bu hərəkəti ilə Yelmar Atakişiyev zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Məhkəmə iclasında Yelmar Atakişiyev ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 2018-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Cəzaçəkmə müəssisəsində olanda görüşə gələn oğlu Şahmar bacısı Camalənin davranışlarından bezdiyini və ondan nə etməli olduğunu soruşub. O da məsələyə qarışmamağı, azadlığa çıxandan sonra bu işlə məşğul olacağını söyləyib. Azadlığa çıxdıqdan sonra o Camaləni izləməyə başlayıb. Qızının yaşadığı evə gedərək əri və qaynanası ilə söhbət edib. Kürəkəni ona Camalənin 2 telefon istifadə etdiyini söyləsə də, qızı and içərək bunun yalan olduğunu deyib. Hadisə günü Camalə özü onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirib. Evdə çay içərək söhbət ediblər. Bir müddətdən sonra Camalə Sumqayıta getməli olduğunu deyib ayağa qalxıb. Şübhələndiyi üçün qızını özü aparmaq istəyib, lakin Camalə razılaşmayıb. Mübahisə ediblər. Camalənin əlindən çantasını götürüb və içərisindən ikinci telefonu tapıb. Telefonun kilidini açmasını tələb etdikdə qızı bundan imtina edib. Üzünə zərbələr vuraraq onu yerə yıxıb. Bir qədər sonra oğlu, ardınca da arvadı gəlib. Bundan sonra o evdən çıxıb gedib. Ayın 8-nə keçən gecə əmisi oğlu Möhlət Atakişiyev ona zəng edərək Camalənin öldüyünü bildirib. Onunla birlikdə 15-ci bölməyə yollanıb. Yelmar Atakişiyev əlavə edib ki, hadisə günü kafedə 150 qram araq içib. Camalənin əxlaqsız həyat tərzi keçirdiyini eşidib, amma əlində sübut olmayıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Kamilə Atakişiyeva ifadəsində göstərib ki, noyabrın 7-sində səhər işlədiyi şirniyyat sexinə gedib. Günorta bir neçə dəfə Yelmarla əlaqə saxlamağa çalışsa da mümkün olmayıb.
Saat 21 radələrində evə yaxınlaşanda oğlu Səbuhiyə zəng edərək heyətə düşməsini deyib. Məhəllədə oğlu onu qarşılayıb, əlindəki çantaları götürərək yuxarı qalxıb. Döşəmədə Cəmaləni arxası üstə uzanmış halda görüb. Nə baş verdiyini soruşduqda Səbuhi atasının Cəmaləni döydüyünü deyib. Yelmar ikinci mobil telefondan istifadə etdiyini öyrəndiyi üçün onu bu yolla cəzalandırdığını bildirib. Təcili yardıma zəng etmək istəsə də, əri buna imkan verməyib və Cəmalənin bir müddətdən sonra ayılacağını deyib. Ərindən qorxduğu üçün tibbi yardıma zəng etməyib. Daha sonra Yelmar geyinərək evdən çıxıb. Oğlu ilə birlikdə bir müddət Cəmaləyə tibbi yardım göstərməyə çalışıb. Onun sadəcə huşunu itirdiyini düşünüblər. Gecə saat 2 radələrində təcili tibbi yardım stansiyasına məlumat veriblər. Briqadanın həkimi Cəmalənin artıq öldüyünü bildirib. Yoldaşı 2018-ci ildə cinayət məsuliyyətinə cəlb ediləndən sonra kürəkəni Elşən Haqverdiyev və onun anası tərəfindən qızına təzyiqlər göstərilib, ünvanına müxtəlif böhtanlar atılıb, barəsində əxlaqsızlıqla bağlı əsassız ittihamlar irəli sürülüb. Elşən Cəmaləni dəfələrlə döyüb, bir dəfə qabırğasını sındırıb. Bununla bağlı qızı Sumqayıt şəhər polis idarəsində şikayət ərizəsi yazıb. Kamilə Atakişiyeva qeyd edib ki, Cəmalə ailəcanlı və işgüzar bir qız olub. Yelmar azadlığa çıxdıqdan sonra övladını izləyib, onun barəsində deyilənləri sübut etməyə çalışıb. Təqsirləndirilən şəxs qızını zorlayıb və sonra öldürüb. Cəmalənin paltarlarında təcavüz izlərinə əvvəl fikir verməyib, lakin şalvarının ön hissəsi açıq vəziyyətdə olub. Kızı da anası ilə bərabər Almarketdə işləyirdilər. Həmin günü qızım müxadimə olubdu. Sual verin, siz onu nəyə çağırtmışsınız? Nəyə görə çağırtmışsınız? Mən evdə yoxam, sən qızı niyə zəng edib çağırtdırmısan evə? Siz evə neçədə gəldiniz? Mən saat 9-dan sonra gəlmişəm. Axşam 9-dan Bəli, sonra. bəli. Səbuhi nə vaxt gəlib evə? Necə? Səbuhi ilə oldunuz? Səbuhi ilə mən dalqabaq gəlmişik, eyni vaxtda. Eyni vaxtda gəlmişik. Yəni axşam təxminən saat 9-a Bəli, gəlmişik. bəli, 9-dan sonraydı. Siz nə zaman hiss elədiniz ki, qızınız artıq dünyasını dəyişdi? Mən içəri girəndə artıq qız xırıldayırdı. Xırıldayırdı. Xırıldayırdı, bəli. Amma hələ ölməmişdi. Ölməmişdi, amma xırıldayırdı da. Söhbət edə bildiniz qızınızla? Yox, siz nə danışırsınız? Mən Səbuhini göndərdim ki, get aptekdən maşatını Yaxşı, bəs Səbuhi indi sizdən biraz qabaq gəlib. Bəs Səbuhi bacısı ilə söhbət edə bilir? O elə vurulub, həmin dəqiqədən elə olubdu. Onu söhbət eləmək Aydın. Təxminən nə qədər sonra belə deyək canlı tapşırdı? Mən dəfələrlə buna zəng elədim. Dedim, əvvəl istədim Skoriya zəng eləyim, sundu mənim üstümə ki, Skoriya zəng eləməyəsən. Zəng eləməz Skoriya. Qoymadı məni Skoriya zəng eləyim. Haradasa bir saatdan yuxarı oturdu evdə. Qoymadı məni zəng eləməyə. Bu sıxdı, bu çıxandan sonra bacımın oğlu gəldi sıxdı. Sonra zəng elədik bunun özünə ki, dedim ki, mən tək qadın xeylağıyam. Gəl, uşağı aparaq harasa bir yerə. Bir yerə satdıraq. Dedi, qorxma, heç bir şey olmayacaq. Qoy ayılsın, ayılandan sonra deyiləyəcəm. Siz bu sözə etimat göstərdiniz? Düşündünüz ki, ayılır? Bəli, mən dəfələrlə dedim ki, gəl günə, nə qaçıb güzəlmişsən? Yaxşı, gəlin onda sualı belə qoyaq, Kəmrə xanım, konkretləşək. Sizin evə gəlməyinizlə təcili tibbi yardımın evə gəlməyi arasında nə qədər başlayır? Təcili tibbi yardıma biz zəng elədik, tibbi yardım gəldi. Hardasa bir saat sonra deyilsin, saat 11. Yox, gezmir, saat 11-12 idi. Çünki evdə bizdən mübahisələr getdi, nə bilim, danışıq, ora-bura. O ona təzavüz edib, sonra da onu öldürdü. Çünki bu insanın belə bir əməlləri var, bu insan manyakdır. Mən artıq 44 ildir bunun əlindən bu vəziyyətlərdəyəm. Bu vəziyyətdəyəm, mən artıq bezmişəm. Bundan sonra mənim itirəcəyim heç bir şey qalmayıbdır. İtirdiyimi itirmişəm mən artıq. İtirdiyimi itirmişəm mən artıq. Bu manyaklıq deyirsiniz, bu nədə ifadə olunur? Siz başqa nə hərəkətlər olub əvvəllər sizin bildiyiniz ki, siz ona manyak deyirsiniz? Deyirəm, onu da özündən soruşarsınız deyirəm. Yox, özündən soruşmuruq, biz sizdən soruşuruq. Mən elə ondan soruşuram ki, o elə bu yolun yolçusuydu. Ömrü boyu mən bundan bu hərəkətləri görmüşəm. Olubmu kiməsə qarşı görmüşsünüz belə bir hərəkət? Görmüşəm, bəli, çox Təcavüz görmüşəm. Kimə? Bəli, çox görmüşəm. Kimə Bir məsələn? deyil, iki deyil, üç deyil, beş deyil. Evə qadın gətirirdi. Evdə nə bilim, hər işlər görürdü. Nə olmuyor?
görmüşəm mən artıq ondan. Mən hər şey görmüşəm ondan. Kamilə xanım, diqqətlə dinləyin məni. Baxın. Məni evdən çıxardıb evimə qadın gətirir. Kamilə xanım, qulaq asın. Evə qadın gətirmək başqa şeydir. Sizin iddia etdiyiniz şey isə təcavüz, zorlamadır yəni. Bəli. Söhbət insanın öz övladından. Bəli. Bu çox ağır və ciddi amma. Bəli. İttihamı da bugünkü gündə onun özü yoxdur, sübuta getirəm onu. Siz ibtidai istəndəki verdiyiniz ifadələrdə demişsiniz ki, polislər gələnə dək qızımın bədənini sıxmasın deyə mən o paltarı dəyişdim. O paltarı dəyişərkən, o şalvarın üzərində, qızınızın bədənində, bud nahiyəsində, ayağında və müəyyən yerlərində bu dediyimiz o məsələ var ki, atası qızınıza təcavüz edir. Belə bir şübhəli olacaq hər hansı bir paltarın üzərində ya qızınız üzərində bir xəsarət, bir iz, bir maye, bir axıntı, nəsə gördünüz belə bir şey? Yox, mən onu heç bir şeyi görə bilmədim. Mən heç özümdə deyildim ki, mən heç buna diqqət yetirəm. Mən odur ki, güzün şalvarı onun əynindən çıxartdım. Şalvarın qabağı açıq idi. Açıq idi? Şalvarın qabağı, düyməsi açıq idi. Şalvarın qabağı açıq idi. Mən şalvarı onun əynindən güzün çıxartdım. Dar şalvarı idi, geyinmişdi. Mən şalvarı çıxartdım onun əynindən ki, qoy sıxmasın. Mən heç inanmazdım ki, gəlib uşaq olar. Yüngül həyat tərzi sürməsindən şübhə edir. Mənim... Qulağısından xahiş edirəm. Siz dinləyin, mən nə soruşuram, mən soruşuma cavab verin. Biz sizi dinlədik, kifayət qədər məlumat verirsiniz, narahat olun. Və siz də bir şey qeyd etdiniz ki, ifadənizdə. Əgər mənim qızım, demirəm, belə bir şey olur. Ehtimal etdiniz, siz dediniz bunu ki, pozğun həyat tərzi sürmüş olsaydı belə onun günahkarı olur. Bəli. bunu nə ilə əlaqələndirirsiniz? Nə ilə əlaqələndirirəm? Ona görə əlaqələndirirəm ki, mənim qızım o ailəyə yaraşan bir qız deyildi. Mənim qızımı bu insan verdi onlara. Bu insan öz qohumuydu. Qoy bunu da sizə deyim. 2003-cü ildən o ailə həyatı qurubdur. 2003-cü ildən ailə həyatı qurmağına baxmayaraq, onun qaynanası, onun baldızının əri, onlar imkan vermirdilər ki, qızı nigaha salsınlar. Sualım odur ki, deyir ki, məni də oyladı. Səbəbin desin, nəyə görə döymüşdür? Nəyə görə döymüşdür ki? Yaxşı, başımadı mənim üstümə silah çək. Mən üçüncü bir dəqiqə. Kimi nə vaxt nəyə görə? Hökm çıxıblar. Xanımın döyülməsi məsələsi. Mən buna nə sualım olacaq? Bu gəlib üzüm istəyirəm, televizyon aç kimi dirəm mənim üstümə. Atası da varsan, alçaq. Yaxşı, sakit olun, sakit olun. Alçaq. Mən Sən uşaqlarla 6 ildə bir dəfə gedib sən o qızını yoxlamamsan orada. Mən həmişə... Mənim kimi gedib böyrəm durmamsan. Bir dəfə gedib o qapını Yaxşı. qızınla maraqlamasın. Bütün küçələr, bütün sunduğu etməyir. Dansızlarına qulaq at, alçaq vicdansız, səhərli. Sakit. Qızına təcavüz edən olsa. Sakit, mən suallar. Xanım. Yox, Məhkəmə zalı. Bəli. Məhkəmədə Olmaz belə söz. Oğlun tutub oraya daha, oradakı oğlun. Yalan danışma. Dəfələrlə tutub. Yalan danışma. Başından düşən. Yalan danışma. Burada oğlun o da. Yalan danışma. Gelin biz çantımadan izler Yalan kalmıyor. danışma. Nerede? Yalan danışma. Yalan danışma. Öyle sen de ölmeliydin. Ölmelisən sən. Zındır şərəfsiz, bəqəylə. Sən kişi deyilsən. Sen oğlum senin o gözlerine. Sən ömürlük cəza, sənə ömürlük cəza. Sənə iddia edir ki, sən qızını təcavüz edib öldürürsən. Nə deyərsən? O bunu deyib, biz də səndən soruşmalıyıq, suala cavab. Bu Hüseyin o istəyir ki, o həmişə bu qızını müzafə edir. Həmişə. Ben ona demişəm ki, get qızını... Bir dəqiqə, konkret cavab verin. Müdafiə edibsə bu başqa şey deyil. Qızım anadır, müdafiə edir. Sən onu qoy qırağa. Mən sənə deyirəm ki, o deyir ki, sən qızını hanım bir dəqiqədə, imkan verin də, təcavüz eləyib, sonra öldürür. Sirri batırıb, bəli. Qəbəhətdir, yoxsa nədir, mən durum atam övladına təcavüz Hə. etməsin. Ataya bax. Yaxşı, yəni eləmirsən, eləməmirsən, hə yox. Eləməsin Allah. Gəlinə niyə el atıbdır? Sakit. Son ver ona, gəlinə niyə el atıbdır? Sakit. Hanım, sakit. Hanım, siz kifayət qədər ciddi iddiam edirsiniz. Deyirsiniz ki, girdim, gördüm, müzafir vəziyyətdir. Ağız üstə idi, belə üstə idi. Ümumiyyətlə, üstü, başı, xəsarətləri nə verir? Başında xəsarət vardı, yəni gözü alışmışdı, başında şişlər vardı. Heç orada sən belə bir şübhəli məqam gördün mü, müşahidə edildin mi ki, buna qarşı bir təcavüz olmalı?
Yox, çünki bütün halklar əlimizdə olur. Könül deyib sən o zaman. Nə demişdi könül? Konkret könül. Benim üçün ya belə sataşmaq İstəyirdi, yox sataşırdı başqa şeydir. Sataşıb nə edeyim konkretdir? yox, belə heç nə Əl atır, göz qoyur, söz deyir, hərəkət edir. Necə əl atır? Könül səhərləri. Yoldaşım olubda soruşmursan konkret ki, nətər əl atır? O da yoldaşı sənin ikizə Ona dəstək görə ailə tapılır. Bəlkə də o nəsə ailə tapılmaqda səhər. Ona görə dağılmıyor. Sakit ol Ona sən. görə sizə özü cavab verir. Böyle bir yere sataşmaq üçün ya əlimdən sıxıb qaçmışam. Açmışam. Nə vaxt olub? Çoxdandan Neçə il? 1 il, 2 il. Tutulmaqdan qabaq 10 oldu. il oldu. Tutulmaqdan qabaq oldu. Məhkum olundan da qabaq olub. Bu hadisədən nə qədər sonra boşanmısan könlündən? mən 2 il oldu. Yenidən. Neçə il sonra? 5 il sonra. Nə üstə boşanmısan könlündən? Bu məsələ ilə əlaqəsi var idi sənin? Mən bilmirəm. Könül getdi, sən vurmursan könlünü. Sən boşanmışsan, arvadın boşanmışsan. Yox, arxası bu. Sən bilmirdin deyə boşanma ərəfəsində deyil ki, sən atan belə eləyib mənə. Burada son vaxtlar Hə, aydındır. Şahid Fatma Atakişiyeva ifadəsində göstərib ki, 2011-ci ildə Şahmar Atakişiyevlə ailə həyatı qurub. Narkotik vasitələr qəbul edən əri 2021-ci ildə məhkum olunub və 1 ildən sonra azadlığa çıxıb. Kəmalə Atakişiyeva Elşən Haqverdiyevlə ailə qurub. 2 övladı olub. Qaynatası Yelmar Atakişiyevin 2018-ci ildən həbsdə olması ailədə gərginliyə səbəb olub. Elşən Cəmalənin başqa şəxslə əlaqəsi olduğunu bildirərək qadının mobil tətbiqdə olan yazışmalarını öz telefonuna yönləndirdiyini iddia edib. Bu məsələ ailələr arasında ciddi mübahisəyə səbəb olub. Kəmalə mesajların saxta olduğunu və Elşən tərəfindən tərtib edildiyini bildirib. Şahmar bacısının əxlaqsız həyat tərzi keçirdiyini düşünməyə başlayıb. Cəzaçəkmə müəssisəsində olan atasının yanına gedərək bu barədə ona danışıb. 2024-cü ilin yanvar ayında azadlığa buraxılan Yelmar övladının kimlərlə görüşdüyünü və həyat tərzini öyrənməyə çalışıb. Yelmarın qızını öldürmək istəməsinə dair məlumatı olmayıb. Kəmalə isə atasından narazılıq edib, iş yerinə gəldiyini və onu izlədiyini danışıb. Həmin günü axşam saatlarında qaynım zəng vurdu və gəl bizə. Mən də getmədim. Bir neçə dəfə israrla yazdı, mən də getmədim. Yəni onlarla danışmadım ona görə. Getmədim. Sonra anamın qardaşını göndərdim həmən ünvana və getdilər onlar da, yəni xəbərdar oldu ki, bir hadisə baş verir. Siz özünüz ilkin də dediniz ki, özünüz getməmişsiniz qaynınız. Bəli, getməmişəm. Münasibətləriniz yoxdur. Yoxdur. Niyə münasibətləriniz yoxdur? Nədən problem var? Gəlin qaynana problemləri. Gəlin Qaynanamla heç vaxt yola getməmişim də. Qaynınızla bəs, qaynınızla. Qaynımla elə bir münasibətim pis olmuyor, yox. Gəlib gedib bizə daim. Ağzınızla necə? Yaxşı, onunla laf yaxşı. O ilə heç problemim olmuyor əslində. Həmişə gedib, gəlib, yəni o başqa şeylərlə aidiyyət oldu. Aynen. Gece 3'te dediniz ki, size dediler ki artık Cemal'e rahmete gitmiş, siz de gittiniz hemen durmadan. Genelde ne yapıp geldiniz, orada ne gördünüz? Artıq rəhmətə getmişdi, təcili yardım. Oradaydı. Meyli gördünüz. Bəli. Üzerinde ne xəsarətlər vardı? Gözü biraz şişmişdi, örtülü, göz nahiyələri. Cemal'in özünün aile problemləri var idi, rahmatlısı var idi. Ümumiyyətlə, necə idi onu yaşanırdınız? Onlar, yəni rəsmi nikahları olmasa da ailəli deyildilər. 5 ilə yaxın ki, boşanmış kimi, yəni otaqlarda ayrılır. Rəsmi nikahları olsa da olmasa? Olmasa da rəsmi nikahları olmadı. Ayrı yaşayıblar ev içində. Münasibətləri həmişə pis, dava, qırğın, həmişə bizə məlumat gəlir. Nə deyə bilərsiniz? Siz ümumiyyətlə Cemal'e dediniz ki, münasibətləriniz yaxşı olur. Bir sirdaşlığı olubmu sizlər ki, nəsə münasibətə, sevgili münasibəti barədə Açıqlama verməyib, amma o da yaxşı eləyirəm, özüm bilərəm, öz həyatımı yaşayıram. Məsələn, siz nə qüsur tutmuşdunuz orada? O uzun uzadı çox hadisələr olubdu. Məsələn, biri, Biri ən yadınızda qalır.
telefonla tutulub, döyülüb gəlib, bizdə də orada yığışıblar, Hər qaynana tərəfindən. orada bəli, yoldaşı tərəfindən qaynım dildə yenə söhbət olub, yığılıblar, yenə söhbət, belə şeylər. Təkrar hadisələr, eyni, həmişə telefon problemləri. Necə həyat tərzi sürdüyünü anası bilirdi. Bilirdi, həmişə böyük bastır eləyirdi, arxasında dururdu. Bu yoldaşımla mübahisələri olurdu çox pis ki, sənin o deyəndə ki, qızın budur, sübutla qabağına qoyanda deyirdi ki, yoldaşımdır, mənə şər atırdı. Mənim də onlarla münasibətim daim ona görə pozmaq ki, qızının adını daim mənim üstümə qoyaraq məni ağır ləkələyirdi. Bəs Cəmaləni belə həyat tərzi sürməyində, yəni təkcə siz evin içisiz, siz bilirdiniz, anası sonra kimlər? Hamı da bilirdi, xalalar da bilirdi, bibiləri də bilirdi. Hamı deyirdi ki, gizlədim, ört bastır edeyim. Bəs atasının bilməyi, atası yəni ki, burada deyildi axı. Atasının bilməyi, yəni ki, sonradan da gələndən sonra. Oradan gələnlərdə. Siz onlarla ümumiyyətlə bu qaynana bir yerdə, bir evdə yaşamışsınız? 4 il bir yerdə yaşamışam. Qaynatam, qaynanam. Siz Cəmalə? Yox, Cəmalə öz evində yaşayır. Bəs məsələn, indi tutaq ki, Yelimarla bir evdə yaşamışsınız da, 4 il yaşamışsınız. Necə aparıb özünü? Yaxşı, mən ondan heç bir, yəni ki, kənar bir şey görməmişəm, yəni yaxşı. Həmişə də qüsur zat heç nə, yox, həmişə də yəni hər şeyin qiriyyətini çəkib, hər şeyi qoruyub, hamımızı qoruyub, geyimimizə kimi qarışıb ki, belə geyinmək olmaz, belə olmaz, yəni hamını qoruyub daim. Bəs qızının övladları arasında ən çox kimi istəyir, qızına münasibəti? Qızı ilə münasibəti həmişə yaxşı olur, yəni, həmişə. Səhvlənmirsə, keçən də dedilər, sizdən başqa bir gəlin də olub, o da ailəni tərk edib gedir. Onun tərk etmə səbəbi tamam başqadır, xeyr, tamam başqa yalan ifadələr verilib mənim qaynım tərəfindən, onun ailəsi mənim qaynatama görə dağılmayıbdır. Əgər verə bilirlərsə ki, düzgün ifadə versin ki, ailəsi mənim üçün dağılır. Səbəb nə olub ki, o cümlənin Onu üzə mənə düşməz. Onu özləri düzgün ifadə versinlər. Qaynatama görə onun ailəsi dağılmayıbdır. Yelimar qızı ilə münasibəti nə vaxtsa eşitmək istiyor, orada eşitilsin, türmədən keçinib gələcəyəm, ay bir eləyəcəm. Yox, qətiyyən. Nəsə xırda səhvləri olanda, yəni bugünə kimi onun üçün də çox şeyi keçibdir, qaynatam olur. Yəni ki, qızıdır, çox istəyirdi, xətrinə dəymirdi heç vaxt. Şahid Rəşad Kamranlı bildirib ki, Novxanı qəsəbəsində fəaliyyət göstərən restoranda ofisant işləyib. İşdən sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Bir dəfə gecə saatlarında xanım müştərini Sumqayıt şəhərinin 21-ci məhəlləsinə yaşadığı evə aparıb. Cəmalənin əvvəllər ailəli və 2 övladı olduğunu bilib. Bir neçə dəfə işlədiyi marketdən götürərək qadının yaşadığı ünvana aparıb. Sumqayıtda yerləşən oteldə görüşərək cinsi əlaqədə olublar. Apardınız düşürdünüz, sonra yenə görüşdünüz xanım. Bəli. Niyə görüşdünüz? Nə məqsədlə niyə görüşdünüz? Yəni, belə tanış kimdə münasibət yalanır. Aramızda intim münasibət için salaylı oldu. Olur. Harada oldu? Novxanı. Adı nə idi? Sevat. Nədə orası? Restoranda orası? Restoran. Belə. Oteldə yoxsa restoran? Sizin aramızdaki bu cinsi əlaqə könüllü şəkildə oldu. Bəli. Sizin sevgili kimi münasibətləriniz olub, yoxsa nəyəsə qarşılığında var mı? Amma gəlin orada haykü qaldı. Sakit ol! Bu müqavilədə olmayıb? Yox. Siz nə vaxt bildiniz ki, xanım oldu? Necə? Nə vaxt bildiniz ki, xanım oldu? 2 ay sonra mən sabun çəksəm, sən gəldim. 3 dəfə görmüşsünüz elimizdə. 3 görüşümüzdən sonra münasibətlərimiz xanımlar uzaqlaşdı. Niyə? Uzaqlaşdı, uzaqlaşdı. Niyə uzaqlaşdı? Mesela bir aramızda narazılıq, konflikt oldu. Yox, konflikt olmadı. Prosta uzaqlaşma gəzində istəyirəm ki, uzaqlaşmaq lazımdır. Niyə uzaqlaşmaq lazımdır? Uzaqlaşdım, yəni. Uyğun deyildim. Niyə uyğun deyildim? Çünki mən açılış yoxsa olmadı. Yəni belə Pul istəyirdiniz? yox, pul istəmədim. Səs nə yaşıyorsunuz? Üstünüz daha çox tanıdığında Dərsləmək olacaq. Hə, bəsləmək olacaq. Çoxsun orada dərin çubukları çıxartma, onun müstəntik bunlardan izahat edir. Müştəbeni soruyor. Bunu fakt nədir, necə görmüşsün? Sənin günahın yoxdur, olur. Mən heç bir günah bilmirəm.
dövlət ittihamçısı Yelmar Atakişiyevə 18 il cəza təyin edilməsini xahiş edib. Zərər çəkmiş şəxsin hüquqi varisi həmin cəza ilə razı olmadığını və yoldaşına ən ağır cəza verilməsini istəyib. Müdafiəçi bildirib ki, verilmiş ittiham əsassızdır və istənilən cəza müddəti ilə razı deyil. Qeyd edib ki, təqsirləndirilən şəxsin vaxtı ilə psixiatri xəstəxanada müalicə alması nəzərə alınmalıdır. Bundan saatlarla sonra onun anası evə daxil olmuşdu, sonra qardaşı gəlmişdi və bu müddət ərzində o özü təcili tibbi yardım məlumat verməmişdi və iş üzrə ifadə verən şahidlər və zərər çəkənlərlə məhkəmə zalında bir daha ifadə verdilər ki, biz təcili tibbi yardım çağırmaq istədiyimizə baxmayaraq, təqsirləndirilən şəxs Yelmar Atakişiyev buna imkan verməmişdir. Bunun qarşısını alır. Bu onu özü göstərir ki, təqsirləndirilən şəxsin zərər çəkən şəxsə hadisəni törətdikdən bilavasitə sonra və daha sonraki vəziyyətlərdə onun zərər çəkən şəxsə tibbi yardım göstərmə niyyəti olur. Və demək olar ki, təqribən 7-8 saat zərər çəkən şəxs heç bir tibbi yardım göstərilmədiyinə həyatını bitirmişdir və hadisə başlayır. Atakişiyev Yelmar Şahmarov, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsir edilsin. Həmin maddə ilə ona 18 il müddətinə azadlıqdan məhrum cəzası təyin edilsin. Xahişiniz nədir məhkəmə? Mən ona bax, ağır cəza istəyirəm. Mən bağışlamam onu, heç bir vaxtda da bağışlamayacam. Həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza verilməsini məhkəmədən xahiş edir. Son sözü hüququmuzla Atakişiyev. Xahişiniz sözünü. Cənab prokuror deyir ki, mən imkan verirəm. Mən hadisəni törədəndən 7-8 dağla mən orada olmamışam. Hadisəni törədib sırf getmişəm. Yalan danışma. Yerdən danışın. Yerdən danışın. Sizlərə düzgün danışırsınız. Yalan danışma. Daha içindən hadisə törədim. Zərər çəkmiş şəxsin hüquqi varisi. Sizə xəbərdarlıq edir. Artıq istintaq bitir. Burada polemikaya yeri yoxdur. Son söz hüququna sizə bildirimiz bitdi. Buyurun, ne oldu? Birinci orada söhbət. Etirazını bildirmişik, yəni o yabıçılığımıza görə, bu vəziyyətə görə mən çıxıb getmişəm. Məhrum məndən sonra 7-8 saat sonra öldür. Yaxşı, mən birinci qoymamışam bunu. Mən gedəndən sonra niyə çağırmışsınız sonra, yaxşı. Bazıları, o biri bazıları, hərəsi harada bitirdi, uşağı verir. Sakit dur, sakit dur. Əmin ahıl qoymadı. Qaldayalar. Yalan danışma. Sizə xəbərdarlıq olundu. Siz xanımsınızsa, Yalan danışma. istəyirsiniz mən zalda, o öz müdafiəçi üçün nə istəyirsiniz deyə bilər. Yerdən danışını çıxardınız zalda. Amma mən orada olmamışam. O yalan böhtandır ki, deyirsiniz ki, mən qoymamışam, mən nə bilim, deyirəməmişəm, onun hamısı yalandır. Bu mənim üstümdədir. Mən yalan danışan kişidəyim. Mən eləmişəm bunu. Amma da bu haqsızlıqlara yol vermək olmaz. Orada olmuşam, kördük, qoymamışam, nə bilim. Bu belə şey yox. Bunun hara yanmaq? Hansı belə nəsər deyil. Nələr o qədər mən vicdansızam. İnsan tələfat, insan məhvolu gedir, mən buram. Aydındır ki, biz xahişimiz məhkəmədən xahişimiz. Mənim məhkəmədən xahişim odur ki, Allah sizi kəlməyiniz olsun. Mənim cəzəm adalətim mənə. Yəni mən 120.2-4-dən mən tam razıyım, belə narazıyım. Çünki müstəmtik də gətir mənə, müstəmtik də mənə dedi ki, sənə 21-in, birinə sənə uzatmışam, şortda hadisə oldu. Budur. Kürdəxanaya gələndə, mənə bərabıqdan, onunla mənim aramda o qədər ünsiyyət yanlış. Mən inanlığım, mən yanı qarşılaşını qadına bu da yaxınlamışım insanımda. O mənə vərəqləri göstərmədi başlığı ki, bunlara baxın, mən də bol şəklində bu mənə deyib, bax, üzüldür. Mən bilseydim ki, o mənə 122.4 mənə cəzası, Allah'ın haqqı mənim orada, mən nəsədir, mən orada çırp dərdim alır. Bax, bu. Aydındır. 2-4-dən özünüzü razı edin. 120.1-lə. Bəli. Aydındır. Məhkəmə qərar qəbul.
Ədliyyə Nazirinin Penitensiar Xidməti Bakı İstintaq Təşkilatına saxlanılan Ağakişiyev Yelmar Şahmaroğlu'nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə hökm etdi. Məhkəmə hesab edib ki, zərərçəkmişi öldürmə niyyətinin olmaması barədə Yelmar Atakişiyevin ifadəsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz. Hadisə yerinə gələn ailə üzvlərinin qızını niyə döyməsi barədə sualına verdiyi ayılanda özü söyləyər məzmunlu cavabı təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirməkdən ötürü özünü müdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəmalə Atakişiyevanın baş nahiyəsinə 10-15 dəfə zərbə vurması Yelmar Atakişiyevin onu amansızlıqla öldürməsini bir daha təsdiq edir. Məhkəmə qənaətə gəlib ki, Atakişiyevə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyrətlər var, şef var, gel. Sen gətirərsən, sen bakın, zina oxşuyursun, sen gətirərsən, gətirirsən. Nerede yapmasan zaman? Bakamazsın, layık olmayan, bilmezsin. 2025-ci il iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Yelmar Atakişiyev 16 il müddətinə azadlıqdan məhrum olunub. Hökmü qanun